Salam, mənim əziz YouTube izləyicilərim. Uzun müddətdir ki, bilirəm, post paylaşmıram. Çox narahat qalırsınız, şortlarla tez-tez mənə yazırsınız. Qızlar, uzun müddətdir başım qarışıq idi düzün desəm. Həm də adama YouTube videosu çəkəndə YouTuberlərin çoxsuna enerji, motivasiya lazımdır. Hə, o enerjini özümdə tapa bilmirdim. İndi yaxşıyam, şükür Allaha və ən əsası bugün Naxçıvana gedirik. Yoldaşımın yanına məzuniyyətə. Aycan. Yoldaşımın yanına məzuniyyətə. Yoldaşım məzuniyyətə gələ bilmirdi yenə. 15 günlük biz gedirik. Birdən-birə bizə bilet aldı. Hazırlaşmağa başlayıram. Etap-etap sizlərdən gediş sürəcimi çəkmək istəyirəm. Çünki həyatımda ilk dəfə təyyarəyə minəcəm. İlk dəfə Naxçıvana gedirəm. Belə uzaq məsafə heç vaxt getməmişəm. Özü uşaqlarla, ikisi ilə də gedirik. Belə, axşamdan buraları sildim, süpürdüm, təmizlədim. Və hətta pərdələrimi belə, qızlar, yumuşam. İndi yuyulub, indi bu dəqiqə astım. Niyə? Çünki toz belə hiss elədim ki, tökülür. Ona görə dedim qoy pərdələri də yuyum. Heç nə. Gedim, yavaş-yavaş artıq başlayım. Uşaqlara nə götürəcəm, özümə nə götürəcəm, gedəndə nə geyinəcəyik, orada 15 gün ərzində nə olacaq, ona aid paltarların hamısını götürməyə. Qızlar, bir üzdən başlamışam yığmağa. Sağ olsun, dünən boşundan çamadan aldım. Özümün çamadanım balaca idi, yoldaşımın idi daha doğrusu, göndərdi kargo ilə. Onu götürmüşəm birdən. Yoldaşım deyir, batabat soyuqdur, uşaqlara biraz qalın paltar götür. Belə başa düşürəm ki, elə buradakı paltara, bir yığın paltar yığmışam bura. Belə başa düşürəm ki, elə uşaqların çamadanı olacaq bu deyəsən. Mənim paltarlarım ayrıca. Bilməm, hələ qərar verməmişəm ki, gedəndə uşaqlara nə geyindirəm. Belə paltarların bir ucdan, birinci cinslərini qoymaqdan bir ucdan götürürəm. 15 gün qalacaq, qalmağına əslində elə də çox qalmayacaq, amma çalışdığım qədər istəyirəm ki, paltar götürüm ki, rahat uşaqların paltar seçimi olsun. Belə, Naxçıvanı merak edirdim həmişə. Mənim iş yoldaşım vardı, Naxçıvanlı idi. O qədər merak edirdim, Türklər demiş Naxçıvanı deyirdim. Allah görürsən necə yerdir. Görürsən nətərdir. Necə gedib gəliyorlar, təyyarə ilə falan. Və bugün qismət oldu, düzdür. Yoldaşımdan sonra antipatiya yaranıb məndə, düzün desəm. Elə həmişə narahat oluram. Naxçıvanla bağlı. Bunlar qalın üst geyimləri götürürəm. Dediyim kimi, həm yoldaşım deyir, gündüzləri aşırı isti, axşamları da sərin olur deyənə də. Çalış uşaqlara deyir, qalın paltar da götür. Ona görə elə üst geyimləri bir belə gəzintidə, bir də harasa gedəsi olsa, biraz daha qalın bir trofuka götürdüm. Belə. Belə başımıza nə gəlir? Şort falan, geyimləri. Rasim, yaxşırın da. Allah, inansız, səhər açılanın elə bir uşaqlara nə olur? Dəli olurlar pisdə. Düşünürəm nə geyindirim. Belə köynəkləri var, bunları almışdım. Düşünürəm bununla nəsə şortik geyindirim bunlara. Cins şortiklərini geyindirərəm. Cins şortikləri hanı bunlar? Bununla cins geyindirərəm. Bunlar kənara. Bunlar getmək paltarlarımız. Sonra orada giymək üçün ev paltarlarını filan səliqəyə salıram. Bu arada saçlarımı da gördünüz yəqin ki, qızlar. Baxım əsnasında yanmışdı saçlarım. Və artıq həqiqətən kəsilməli idi. Ev ki necə yanlış dərəcədə ayarlanmışdı baxım aparatı. Və saçlarımın uc hissəsini yandırdı. Uc deyəndə ki, yarıdan çoxsunu da, yəni yandırmışdı qızlar. Elə baxım eləyirdim, biraz kəsdim, biraz neylədim, gördüm yox. Bu məsələni necə deyərlər bir sözdən, kökdən artıq həll eləmək lazımdır. Və elə qərar verdim ki, elə bir şey oldu. Rasim! Ay Rasim, durun oradan, keçin o biri otağa. Tez dedim, tez durun. Skuterləri qoy orada, gedin o biri otağa. Durun, sən də tez ol. Skuterlərini də götürəcəm. Çünki oradan yiyəcəklər başqa. Bax, bu qısına bax, eləmə taxtaq. Ona görə saçımı kəstirməli oldum. Artıq yəni bezmişdim də, yəni o quru, cansız saçlardan. Mənim saçlarım həmişə çox qalın və havalı olub. Bu səfər isə sanki saçım ölmüşdü. Başımda elə bir ölü tük gəzdirirdim. Şükür Allaha, düzəldi. Yəni o yanıqlardan qurtuldum. İndi də
baxımlar eləyəcəm saçıma. Təbii yolla, təbii ki. Sonra falan düşünürəm uzanacaq. Çünki ustanın da əli çox yüngül ustadır deyilənə görə. İlk dəfə kəsdirirəm həmin xanımın saçı. Amma yəni məsləhətlə kəsdirmişəm də, məsləhət görüblər. Mən düşünürəm də ki, inşallah ki, həqiqətən əli mənim saçıma düşəcək. Bunları da giyindirə bilərəm. Bəlkə bunlardan cins şort giyindirəm. Hə, Rasim çəkilin balam. Bunları orada giyindirərəm, yox. Keçin, çünki qırış-qırış olacaq, bir də çox isti olar elə bilirəm. Keçin o brotağa, keçin uşaqlar. Ay Allah, inansız, kaş baxçı olardı və yaxud da bunları bir yerə qoya bilərdim. İnansız, səhər açılandan mən yığışdırmışam, bunlar töküblər. Mən qışqırmışam, bunlar şey ediblər. İnansız. Elə uşaqlar həvəs sevinirlərmi, getdiklərini bilirlər. Day Rasimə mən demirdim, xalası dedi ki, birdən də biz gedəcəyik uçağa falan. İlk dəfə də yəni xəbər elədi, təyyarəni gördü. Deyəsən xalası deyib də, səhv eləmirəmsə. İndi baxıb bloqa məni öldürərik. Yadımda deyil o hissəsi. Ondan sonra ay Allah da hər gün 5 gündür də mən bilirəm, 4-5 gün bilirəm ki, gedəcəyik. İnansız hər gün bu uşaq bizim zəhləmiz töküb də ki, nə vaxt gedirik, bəs gedəcəyik. Ayval gedəcəyik deyirəm, xeyri yoxdur. Bizi dayı öldürüb. Belə. Bunları da belə qatlayayım. Həm çoxlu tişört falan götürmüşəm, mayka götürmüşəm, belə mayka formasında, şortik formasında. Çünki tərləyərlər, düz deyək, yuvalacağıq da, amma nə bilim, biraz abartmış ola bilirim paltar məsələsini uşağa görə. Neynimə, adi mama gedəndə mən çalışıram həmişə bol paltar götürüm ki, sonra orada çətinlik çəkməyim. Uşaq elədi ki, uşaq paltarı abartmışam, elə bilirəm, biraz nəsə elə hiss gəldi mənə birdən indi. Kimi çox yığılsan paltar. Yəni yuyulacaq da paltarlar. Da qoyum. Qalan bəzi şeyləri götürüm, kənara qoyum. İnansız əl görün nə qədər bu paltar, tişört nə qədər götürmüşəm. Böyle bunları götürmüşəm, kənara qoyum. Hə, məncə də çox götürmüşəm paltar. Bir bunları da qoyum. Hamısı da əkiz kimi cüt-cütdür. Belə. Qoyma elə. Əslində istəmirdim, amma hər ehtimala bunların şalvarlarını da götürürüm. Üstlərini götürdüm, şalvarı qaldı. Bunu da götürüm. Belə. Hə, elə düşündüyüm kimi oldu. Çamadanın bir gözü, bunların paltarları oldu. İç geyimləri falan da indi qatlayaram. Bir kutuda iç geyim eləyərəm. Klokda ilə qoyaram. Hər ehtimala şortda götürürüm. Birdən ataları baseyn aparar bunları. Bir klokda da qoyalım. Belə işlər. Hazırlaşaq, görək başımıza nə gələcək. Həyəcanlı toparlanır. İnansız belə saxlayıram içimdə, amma o qədər həyəcanlıyam minəcəyimə görə də təyyarəyə. Gah da TikTok'a da girdim. Əslində mənim TikTok hesabım belə də, yəni aktiv deyil də, elə belə TikTok'da userəm yəni. Girdim, inansız qarşıma ancaq təyyarə qəzaları, nə bilim, Naxçıvanda gecikmə, nə bilim, Naxçıvanda olan görüntü. Elə ki, vallahi bizi dinləyirlər. Heç araşdırma falan eləmirəm. Ancaq qabağıma elə şeylər çıxırdım. Bu sənə gözünüz çıxmasın elə deyirəm. Bitər elədiniz. Qorxan vaxtı. Fobiya kimi deyil ha, aşırı. Sadəcə təcrübəm yoxdur deyə biraz belə narahatam da deyim. Burada maykaların düşmür fona, amma maykaların üst-üstə eləyirəm. Çünki buradan hər şeyi çıxartdım, bura topa atdım. Ona görə qat dibini yerləşdirirəm. Ki, görək başımıza nə qalır. Gedəndə Abbasa gələk pampers bağlayayım. Bu arada pampers məsələsini demək olar ki, həll eləmişik. Artıq dayı şalvarına çox tez-tez qaçırtmır. Nə edirəm? İstəyirəm sizə də göstərməyə.
İstəyirəm sizə də göstərim daha doğrusu belə. Pudra götürdüm, ayaq kremi götürdüm, nəmləndirici götürdüm. Üz üçün nəmləndirici də götürəcəm indi. Tuşlar, pomada, qaş baxım serumum, saç baxımlarım var. Belə qızlar Rossmann'dan aldığım maskalar vardı, hazır maskalar. Onları da götürdüm. Sonra Miss Tyson karandaşlarını, bir dənə göz farı, gözaltı kremimi, linerimi hamısını atdım içinə. Sonra baxıram ki, görüm gözüm nəyə sataşır, nəyə götürüm başqa. Günəş kremimi götürüm. Əsas məsələ günəş kremi, toner, sonra nə? Saç üçün lazım olan saç spreyimi. Ay Allah, bunlar inşallah ki, çox ağır olmayacaq. Belə sonra görüm nə? Biraz hazır maskalardan qoyacağam. Qoltuq altı belə qoyacağım. Sonra nə? Yəqin ki, saç bantları, biraz bujiteri götürəcəm. Burada başqa nə var? Gözümə qop dənsə daşsın, birdən sonra yadımdan çıxmış olmasın. Buralarda qarışdırmışam, yoxsa inansız ailəmi qatmışam bir-birinə axtaracağım yəni. Keçən səfər qızlar belə bir göz üçün xırdalananı aldım. Belə cevin belə bir parıltısını aldım. Bunları o qədər bəyənirdim. Yine alacağım onlardan. Bir də belə bir şey, bu da qəşəngdir. Gözün üstünü falan ağ qəşəng çəkib sonra makyaj eləməyə yaxşıdır. Nəysə mən belə ağır makyaj eləməyəcəm deyirəm, onu götürmürəm. Bu saç yağını da atım bura. O saç yağını atmışam. Bu saç yağını qoy götürüm. Mənə hələlik orada o lazımdır. Sonra ətir falan götürərəm. Belə elə gözüm gəzir ki, görüm nəsə yadımdan çıxmayıb, nəsə yadımdan çıxmayıb. Amma həmişə elə deyirsən, yenə adam gedir, ya nəsə artıq götürmüş olursan, ya nəsə yadından çıxır. Belə. Mənim hələ ki üz nəmləndiricim yoxdur. Var üz nəmləndiricim, prosto böyük götürmək istəmirəm. Buralar qızlar, ay Allah. Uşaqlar bayaq açıq-açıq oynayırdı. Elə açıq bir dənə götürəcəm. Digər açıqlarım hamısını qabından çıxardıblar. Buna bax, siz Allah. Görün buranı necə eşiblər. İnanın, day oğlan uşaqlarından, nə bilim, özü bugün bayaqdan evdədilər deyənə, başıma oyun açırlar da qızlar. Dəliyiblər mənim, saç bantlarından götürüm, belə, bunlar tez-tez itən bir şeydir. Bir dənə saç broşu götürüm, yox, saç broşu ilə bir də bunu götürərəm, bu yaxşıdır. Abadok filan mənlik deyil, açkim, obrisi açkim götürəcəm, bunları yerinə qoyum, buraları bir dənə əl gəzdirim tez. Qətiyyən qızlar, reklam deyil, bu Pojors, Tojors, Faberlikin, həm duş gelidir. Bir də ayda hara qoydum ətri? Bir də mən baxın bu köhnə variant qızlar belə ətrində istifadə edirəm. Yəni illərdir istifadə edirəm. Sadəcə yenilənib indi o ətri hiss edə bilmirəm. İnşallah ki mən bu yaxınlarda o konsertə getmişdik. Hansı ki o konsertdə mən bir xanımdan bu qoxunu hiss elədim. Amma bu tonlara yaxın idi, amma iminli bu ton değildi də. Ona görə düşünürəm ki mütləq bu ətrin tonunu tapacağam mən. Qiyməti neçə olur olsun da alacağım və ondan istifadə etməyə başlayacağım. Bu duş geli də qiyməti çox münasibdir. 3.40-a falan belə olur da qızlar. Amma həm qatılığı gözəldir, həm də inanın, yəni yaşım görün neçədə 32-dir. Mən bunu hardasa bir 18 yaşımdan bəlkə də hər dəfəsində məndə olur stokda. Elə stokunu götürürəm. Digəri duşdadır bizdə. Bir də belə bu kremləri çox bəyənirəm. Retinol tərkiblidir. Qiymətləri də çox münasibdir. Məsələn mən özüm istifadə edirdim budur. Bu da qəşəngdir. Yəni özüm də bunu satıram. Sadəcə belə çantaya atmalıq, nəmləndirici bunu götürəcəm. Belə. Qızlar, evləri tamam yığışdırdım. Tərtəmiz, hər tərəf. Baxın, belə. Səliqəli. Qaynatan büyük gəlib arxamızca. Bütün hər tərəf yığışdırdım. Bağladım ön keçirməzlərim falan. Mən də belə hazır. Bizə bir don geydim. Hazır. Düzəlirik yola. Çox həyəcanlıyam. Çünki heç vaxt tərəyə bilməmişəm. Onu sen şeyden sonra isteme rəsmiyyətinə. Benim de mən ağzından danışım.
Gördüm ömrüm, gördüm. Ana burada da. Ana görüm. Ana gösterim sana o taksini. Çehra taksiyi gösterdin. Nəhayət qızlar keçdik. Bunlar babaların, nənələrin arxasınca biraz ağladılar. Amma yaxşıyıq, gedirik. Keçmişin qızlar içəri göstərin. Elə həzanlanıram ki. Adam var. Adam var. Böyle. Ayca. Baba buradan bakma. Hadi. Buradan ola. Hə. Buradan sorun ki. Göster Rasim. Rasim bizi de göster de oğlum. Kaçmayın. Allah'ım yarabbim yarasın. Keçin. Geç Rasim burada. Bismillahirrahmanirrahim. Bırak. Geç. Çok sağ olun. Buyurun. Ana yeterli. Ana. Eləmə, ay bala, eləmə elə. Aha. Apa söz ampulasındadır da həmişə kimi. Bağlar söyləmə. While traveling, we enjoy snapping and sharing selfies, but due to the negative impact of navigation during the flight, Göydə verəcəm. after we enter the plane, we place our next to us. In case of emergency, Gelirik. when the flight attendant says, take the Bizə gətirib belə insanlar verirlər. Azərbaycan Hava Yolları. Bak Rasim bakıyor bak. De. Rasim bak. Dikkat! 266 sayılı reis yolundan Abdiyevo Güney, Babaya Gülbi, sizden qiymət proqramına yaxınlaşmalınız xahiş olunur. Mindiyim çakıyor. Beğendiğiniz çakıyor. Baxın qızlar, gəlmişik. Bura nəsə belə şəhid adı var idi. Oxuya bilmədim. Yoldaşımın dostu olub. Allah rəhmət eləsin. Gəldik, çatdıq. Necə geniş küçələri, qəşəngdir. Xoşuma gəldi Naxçıvan. Orada universitet var. Qəşəng geniş bir yerdir. Yavaş yavaş.
erkek evi işdir. Dayağlıqdır biraz. Çaylar, dəmlədim çay. Bu arada bu bizim çaynikimizdir. Ananın çaynikini gətirmişik. Dəm çaynikini də gətirmişəm. Bir şey çay dəmlədim. Bir günə həll edəcəyik buraları. Gedək bir çay çək. Baxın hənə. Qızlar bir şey deyim. Bizim həmişə xoş günlərimizdə mütləq balkonlarımıza göyərçin gəlib. Burada da yoldaşımın balkonuna gəlib və 2 dənə yumurta qoyub. Mən inanıram ki, həqiqətən gözəl günlər bizi gözləyir. Deyəcəksiniz buna inanclı, bəlkə də kiməsə mif kimi gələcək, amma həqiqətən uşaqlarımızın olmağında hansı ki olacaqları heç bilmirdik. Uşaqların cartısı kimi gəlib, xoş günlər, xoş işlər, hansı ki başımıza yaxşı hadisə gələcəksə, ondan biraz qabaq mütləq göyərçin gəlib. Hətta yoldaşım müharibədən gəlməmişdən qabaq pəncərəmizə göyərçin gəlmişdi. Artıq biz sevinirdik ki, sağ-salamat gələcək. Belə qəribə, nə bilim, mif kimi də gəlsə yenə deyirəm də, inanmaq əlbəttə ki, başlıca bir şeydir. Belə qızlar, 15 günlük gəlmişəm. Bu arada soruşanlar üçün deyim. İnşallah iyul onu qayıdacağam. Belə dedim deyim, çünki bilirəm ki, sual gələcək ki, qalmağa gəlmişsiniz filan. Əli vurma, Abbas. Yavaş, yavaş. Tələsin, ana gözlə. Əlindən tut, əlindən tut. Ha. Amma genişdir. Görsən burada nə qədər qazanım var. Nədə danışır? Zarafat elədim, həmişə elə demirlər. Əli vurma, əli vurma. Deyir nənə maşini. Dondurmalar. Bura nədir? Binadır. Hə. Dedim. Burada bir institut dedin sən. İnstitut dedin. Mən nə sevdim institut dedim. O rəsm naxçaları yeyib çıxamırıq. Nömrəli uşaq bağçası. Sən ayaqqabı yeyir. Qoyma da yesin. Gidək dondurma yesin. Məsciddə var. Dondurma ye, dondurma. Dondurma ye ki, oynayaq. Dondurma. Əli ver ki. Ata şokoladlı Ha, alalım. şokolad. Bunları Burada məktəbdir. Ata, bana ne yazın? Balkona baxır, düz küçəyə baxır, nə maraqlı. Ana burada ne yazın? Amma yenə də səliqəlidir. Sumqayıt oxşadıram buranı. Ana yine sarı taksi gelir. Saks. Yine sarı taksi gelir. Hə, gəlir. Yine. Bu sarı taksiden biliyorum. Deyir sarı taksidən bezdim. Rasim hər tərəfdə sarı taksi görür. Sarı taksi görməkdən bezirəm deyir. Koca. Koşam. Ata yine ata. Sarı taksi. Burada da nigah evi. Qızlar, sən demə mənim nə qədər Naxçıvanlı izləyicim varmış. İndi bilirəm. Bir köç eləməyə vaxtı lazım olanda çox adam yazmışdı mənə o vaxtı. İndi də buranı çəkdikcə yazırlar. Nə qədər xanım yazıb ki, falan yerdə qalmışım, orada böyümüşəm, Bakıda yaşayıram və yaxud da başqa yerdə yaşayanlar, hal-hazırda burada olanlar, qonaq çağıranlar. Çox təşəkkür edirəm hər birinizə. Qonaqpərvər xalqdır. Bizim millətimiz onsuz da fərqi yoxdur, ölkə, rayonda fərqi yoxdur. Hamımız eləyik. Sağ olun, çox sağ olun. Belə, burada belə. Qəşəng genişdir. Ne var? Ne yazın? Min dondurması, maroşası deyilən yer var. Gəlmiş ora, belə 100 qramlıq maroşa, üzərinə də siropla. Bir 50 dedi deyəsən yoldaşım.
Bura belə bir yerdir. Burada baxın belə ağaclığın altında da çox adam əyləşir. Burada belə Bəli. Amma adamın belə birdən yeyəndə adam beyni donur az qala. Neyse, belə maraqlı yerdir. Xoşum gəldi ümumiyyətlə Naxçıvandan. Baxıram küçələrinə falan. Qəşəngdir, genişdir, sakitçilikdir, huzurdur və hər şeydən uzaq sakitçilikdir. Hayli. Baxın verəsin. Mənə də Soyuqdur. Dayanın, yeməyimizi yiyin. yoxdur. Evet, dondurmamızı yiyin, yemək dört yazılır. Yavaş yavaş yiyin, beyni. Mən yeyərəm. Stəkanım. Stəkanlar da soğukdur. Ana! Ana! Buz buz. Nə? Buz buz. Buz nədir? Buz buz. Əlinə gəlmişdi sağda. Ye Abbas. Yemə. Kolalı. Nə kola? Yoxdur kola. Soyuqdur. Haydi. Pəqi. Bu hissəydi inşallah. Pəqi olur kim bilir. Hə, o tərəf. Ayda gələr ora, hə, elə. Gecə işıqlar maraqlı olur, deyirlər orada. Əlləri çölə çıxartma. Gəldik Əyləncə adası deyilən yerdir. Biraz Naxçıvanda. Mado belə var. Çayır balacadır ama çok olmamış. Şimdi çayır balacadır. Ha. Eli. Kocayı. Kocayı yata. Kocayı. O yumruğu fırlanan görsən də. Ha, şimdi. Çir ürəyi yemsiz. Ana. O sallanır bir adamın. Ay da samolyot tutu yadıma salma sən. Qorxuram. Qorxurdum. Həqiqətən qorxurdum. Uşaqlar qorxmurdular, mən qorxurdum. Hər belə birdən belə eləyirdim maili təyyarəni. Onda bir dənə qorxurdum heç. Bütün ölülərin, dirilərin hamısı yadıma saldım. Hə. Məndə var da naxt bunlar arxaya. Atraksiyonlar falan var. Var. Oyun, nə bilim belə. Qapalı məkandır bura. Buradansa çöl yaxşı. Sen sür. Abbas eləmir ki sen inirsin sen. Ha sen inirsin. Sen inirsin de sen sürsen. Yalan. Aferin klas.
Gidik maşınla. Aldı. Kaçma. Sözde kaçma. Bak gördün, ağlayırdın bayaqdan. Gördün, var burada da. Yaxşı, onda deməyəcəm. Ha. Ağıllısan da sən. Burada elimi bırakma. Dedi ata verir. Nasıl şurada? Nəsə ağır gedir. Bizi döndürebilmem. Gazı bas. Gazı bas. Arkaya gel de kabağa da kabağa. Kabağa da. Maraqlı belə yer var. YouTube izləyicilərimə də deyim, Instagram izləyicilərimə dedim, qaldı YouTube izləyicilərim. Demək qızlar, illər əvvəl həmişə danışanda deyərdim ki, Parisdəki Eyfel, mənim də iş yoldaşım vardı, belə həmişə deyirdi ki, bilirsən Naxçıvanda da Eyfel var və ya Eyfelin pazelkası da belə deyim, düzəldib, durma nə yaxşı. Deyirdi ki, deyirəm, heyb yox, Parisə gedib çıxa bilməsəm də gəlib buradakı Eyfeli görərəm. Instagramda da eyni şey deməmişdim, gəlib görərəm bu cür ağırda. Yəni də bu qədər çətinliklərlə gəlmişəm də. Naxçıvanda məcbur qalmışam, yoldaşımın ezamiyyəti də, məzuniyyəti də qalmayıb da məcbur biz gəlmişik. Baxın, nə qəşəng görürsənіз qızlar. Hə, baxın. Bu hissəsi çox qəşəngdir. Həm Venesiyaya oxşuyur, həm Eyfel. Maraqlı. Qəşəngdir ya buranın parkı. Xoşuma gəldi. Genişdir. Bu da çox bəyəndim. Prosta bilirəm ki, yoldaşım ona bilən deyil, səsimi çıxartmıram. Minək Madosu var, Cahan AVM. Belə buralar maraqlıdır, xoşuma gəldi. Naxçıvan sakitdir. Həm Sumqayıtı xatırladır biraz, həm də bilirsən nəyi? Biləcərinin özünü elə sakitliyinə görə. Gedim, yoldaşımız zəng edir, görüm nə deyir. Sen buradasın, ne burada? Burada. Her şeyi de sildim. Yeterse. Kasmanı. İşte burada. Gəlmişik qızlar şeyə, adı nədir? Megastora. Megastor 24 saat bu arada işləyirmiş burada. Belə, yəni Megastora 24 saat işləyir də. Qəşəng yerdir. Hər şey var. Uşaqlar bizi o qədər yordular, inansız qızlar, dəhşət yəni. Dəcəldilər, dəcəl. Yorulduq. Görün, bulyonu axtarıram, toyuq bulyonu. Sulu yemək deyirəm, hazırlayıram sabah. Aha. Görək burada harda var. Sərət qamışı az qaldı. Gözlərimə. Hə, o ki beynim üstüzə sağlıq ağrıyır, canım üstəmsə. Şiddətli baş ağrısı deyə. Görürsən mi dünyada? Ədviyyatlar zətlər olan tərəfdə olmalıdır, amma mən niyə tapa bilmirəm? Hər tərəfi gəldim də, yəni. Makaron falan yanında da olur çox vaxt. Buradan tez baxın. Şu kassada yoldaşım. Nerede ya bu bulyon? Yoktu. Tapa bilmirəm. Ya da işçilərdən görüm. Ana evin başına düşmüş. Yox. Ana evin başına düşmüş. Hə, amma əmi deyil.
Əmmin maşına oxşuyur. Əmmin maşına oxşuyur. Onun səsini eləyirik bilərik. Yoldaşım belə ərik yığdırıb, nə qədər deyə, çox da əziyyət. Düşünürəm bəlkə sabah ondan ərik eləyim. Ərik deməyim, ərik eləyim. Hə, eləyərəm də yəqin sabah. Bunlar yudum. Bir harca bir 10 dənə yemişəm. İnansız, məndən çıxmayanmış. Mən meyvə yeyən deyirəm, amma bunun dadını çox bəyəndim. Nəysə, gəldim nəyə? Maşın üçün belə karqon bir şey idi. 1.99-a kireç önləyici. İndi bundan əlavə eləyim, maşını öz yuma rejiminə çevireyim. Qəşəng. Maşın yulsun, təmizlənsin ki, sabah maşından çoxlu işim var, yulaşı şeylər var. Ona görə deyim, maşını canlanalım bugün. Bir klok təmizləmə vasitələri almışam, dəsmallar, bezlər falan almışam. Sabah inşallah uğurka günüdür. Bu 6 nə deyirlər? 600 abrot. Ha. 600 artıq qoymağa. Qoyan kimi yanlış iyi verir. Həqiqətən. 600 artıq qoymağa. Heç nə deyim. Yulsun da təmizlənsin. Belə. Deyirəm bəlkə biraz sabah pesok alıb gətirəsən, mən cem eləyim bir damcı. Xarabdır, qəşəng. Xarab deyəndə əzi idi, ondan qəşəng cem olar. Blender səndədir də, düzdür? Aşağıda, hə. Heç olsa bunların içini tam su tökəcəm sabah. Və günün sonu belə çay falan. Abbas artıq yatıb qızlar. Prostina evdən gətirmişdim. Uşaqlara hər ehtimala dedim gətirim. Qəşəng. Abbasımız hazır, yoruldu, yatdı o. Qalıb Rasim bəy.